qızım nə istəyirsən? Deyir, ağlaya-ağlaya dedi ki, bibi heç nə istəmirəm səndən. Düzdür, azam, susuzam, amma atamı görmək istəyirəm mən. Mən səndən atamı istəyirəm. O qədər ağladı, deyir, əmr elədilər ki, aparın atasının kəsik başını qoyun müqabilində. Harda görünüb ki, uşaq ağlayanda kəsik başla onu sakit eləsinlər. Zeynəb deyir, baş içəri daxil oldu, əvvəl İmam Səccad durdu, ayağa getdi, ziyarət elədi. Qız hələ başa düşmür, çünki başın üstündə örtük var. Dedi, əmi bu nədir belə, ata bu nə, üzr istəyirəm, bibi bu nədir belə, nə gətiriblər xeyməyə, bəlkə yeməyi gətiriblər. Deyir, mən də danışmıram. Dayanmışam bir kənarda, getdi örtüyü başın üstündən götürdü. Örtüyü götürəndə gördü, atası İmam Hüseynin başıdır. Ağlaya-ağlaya dedi, ata əcəb vaxta gəldim, məni ziyarət elədin. Elə ürəyim istəyirdi səni görəm. Amma sən meydana gedəndə dişin sınmamışdı, alnın yaralanmamışdı. Deyir, gördüm danışır, Zeynəb deyir, yaxınlaşa da bilmirəm, kənardan dayanıb baxıram. Görüm bu nə danışır, nə deyəcək, yol ərzində bircə dəfə görmədim bu mənə nəsə şikayət eləsin, heç nə deməmişdi. Amma deyir, birdən gördüm cibindən dəsmal çıxartdı. Baxıram, gördüm atasının gözünün qanını silir, gözünün üstündə olan külü silir. Təmizlədi, o balaca əllərin qaldırdı, deyir, atasının gözünü açdı. Gözünü açdı, ondan sonra qamçısı dəyən qollarını sirmələdi, göstərdi atasına, dedi, bax gör qolumu nə günə qoyurlar. Bunların heç birindən şikayət eləmirəm. Xeyməmizi yandırdılar, bizi qarət elədilər. Ata, sənə şikayətim budur ki, bizim başımızdan hizabımızı açdılar. Ondan sonra dedi, ata, Allah bibim Zeynəbdən razı olsun. O qədər bizə qamçı vuranda qolum verib qabağımıza, xəcalətdən üzünə baxa bilmirəm. Zeynəb deyir, bala danışdı, xanımlar da o bir otaqda, o hər söz dedikcə ağlayırlar. O danışdıqca xanımların nalə səsi uzalır. Birdən gördüm uşağın səsi kəsildi. Mən sevindim, dedim, deyəsən balam aram oldu, balam yatdı. Zeynəb deyir, mən yaxınlaşdım, Ümmü Gülsümə dedim, bacım sakit olun, deyəsən uşaq yatdı. Amma çox yaxına gəldim, elə bir şey gördüm, ürəyim parçalandı. Gördüm İmam Hüseyin ağanın, qardaşım Hüseynin başı bir tərəfdə, Rüqəyyənin cansız bədəni düşüb bir tərəfə. Allah bizə qismət eləsin, o xanımın o balaca qəbrini, o adamsız qəbrini yaxından ziyarət eləyək.